Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasındakı əməkdaşlıq, qarşılıqlı inam, tərəfdaşlıq münasibətləri və ortaq strateji hədəflər arasında əsasında formalaşıb. Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gömrük Komitəsində keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə gömrük orqanlarının gündəlik işində Ümumdünya Gömrük Təşkilatının tövsiyələrindən, metodiki sənədlərindən və beynəlxalq standartlarından geniş şəkildə yararlanır. Sədr bildirib ki, 2025-2030-cu illəri əhatə edən gömrük xidmətlərinin strateji planının reallaşdırılması xüsusi önəm kəsb edir. Gömrük əməkdaşları qabaqcıl texnologiyalardan yararlanmaqla ən yüksək nəticələrə nail olmağa səy göstərirlər, deyə sədr vurğulayıb. Ümumdünya Gömrük Təşkilatının baş katibi isə qeyd edib ki, Azərbaycana səfər ərzində ona gömrük xidmətində reallaşdırılan rəqəmsal islahatlar, müasir idarəetmə mexanizmləri və yenilikçi layihələr barədə xüsusi təqdimatlar vasitəsilə geniş məlumat təqdim olunub. Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasındakı tərəfdaşlıq uzun illər ərzində müvəffəqiyyətlə davam etdirilir və hazırda da yüksək inkişaf dinamikasını qoruyur, deyə baş katib vurğulayıb. Baş katib Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinin fəaliyyəti, Gömrük Tarix Muzeyi ilə yaxından tanış olub.